Muhammedə salam verir. Komandirkən əskərliyə. Xalid bin Vəlid radiyallahu anh İslam ordularının komandanı idi, yəni komandiri idi. Və Cenab-ı Haqqın yardımı ilə zəfərdən zəfərə gedirdi. Ancaq xalq arasında başımızda Xalid olduğu üçün qazanırıq şəklində yanlış bir tələqqi, düşüncə meydana gəldi. Bu düşüncəni çox məhzurlu, problemli görən xəlifə Həzrət Ömər radiyallahu anh bir məktub ilə komandirliyə Əbu Ubeydə bin Cərrah radiyallahu anh gətirdi və Həzrət Xalidi onun yardımcısı etdi. Xalid bin Vəlid radiyallahu anh məktubu alınca heç bir mənfi hissə qapılmadan başım gözüm üzərinə dedi və Əbu Ubeydə bin Cərrah radiyallahu anhın komandirliyində xidmətə davam etdi. Yəni, əsl vəzifə Allah yolunda xidmət etməkdir. Əskər oldun, zabit oldun, general oldun, kim olursan ol. Əsl vəzifə nədir? Allahın rizasını qazanmaq, Allahın dininə xidmət etmək. Əsas məsələ gəmiyə binmək. Bindikdən sonra istəyirsən kaptan ol, istəyirsən göyərtədə avar çəkən ol, istəyirsən oraları təmizləyən ol. Sudan salim ol yəni. Suda boğulmaqdan qurtul. Əsabdan Həzrət Salman radiyallahu anh Mədain şəhərində vali idi. Xalqdan biri onu hambal zənd edib, bu yükü yüklən, belivə al dedi. O da kürəyini alıb istədiyi yerə qədər daşıdı. Ətrafdan görənlər ikaz edib, xəbərdar edib, o şəhərimizin valisidir deyincə adam məhcub olub yükü endirmək istədi. Lakin Həzrət Salman radiyallahu anh istənən yükü istənən yerə qədər vəzifəni tamamladı. Başqa bir gün Salman Farisi radiyallahu anh'a 2 nəfər salam verərək sən Resulullah sallallahu aleyhi ve sellemin səhabəsisənmi deyə soruşmuşdular. O da məxfiyyətlə, yəni heçlik məqamında bilmirəm dedi. Gələnlər görəsən yanlış bilinəmi gəldik deyə tərəddüd etdilər. Salman radiyallahu anh sözlərindəki sirri belə açıqladı. Mən Resulullah sallallahu aleyhi ve sellemi gördüm, onun məclisində oldum. Ancaq Allah Resulunun əsl səhabəsi onunla birlikdə cənnətə girə bilən kişidir. Yəni, işi nəticəyə vardıra bilən. Başda Resulullah sallallahu aleyhi ve sellemin yanında olub, onu görüb, sonra irtidat edənlər də olur. Zəkat malını istədi, Allah Resulü dedi ki, siz xarac istəsiniz, nə zəkat? Neymət dedi, sonunda mürtəd oldu. Allah qorusun. Mərhəmət və cömərtlik. Mərhəmət səndə olanı məhrum olanla paylaşmaqdır. Bu güc ola bilər, bu maddi imkan ola bilər, bu savad olar, elm ola bilər, bu hörmət ola bilər. Sözün keçir, deyirsən ki, filan yerdə bir işə əngəl olunur, xeyir işə əngəl olunur, ona mane olmuyor. Bu da bir mərhəmət təzahürüdür. Yəni, sənin vəzifən, hörmətin o işi gördürməyə müqtədirdir, imkan sahibisən. Yəni, maddi imkandan yetmirsin. Vəzifən gərəyi kiməsə sözün keçə bilir. Deyirsən ki, filan yerdə, filan məsciddə, filan yaxşı iş görülür, o işə əngəl olur bəzi nöqtə şəxslər. Ora mane olmayın deyərək o əngəli ortadan qaldırırsansa, bu da mərhəmətdir yəni. Mərhəmət və şəfqət imanımızın meyvəsidir. Bir mömin rəhmət insanı olacaq. Qardaşlıq hissiyatı ilə məsuliyyət hiss edəcək, fədakar olacaq. Mərhəmətiniz nə qədərsə fədakarlığınız o qədər. Mülk kimindir? Mülk, əl-mülkü lillah.
mülk Allah'ındır. Qulların əlində müvəqqəti ömürləri içində mal və mülk əmanət olaraq verilir. Bu əmanət edilişin səbəbi də qulun o əmanət üzərində necə təsarruf edəcəyinin imtihanıdır. Bir nemətə nail olduğumuz zaman daima bunu düşünməliyik. Allah bu neməti mənə nə üçün verdi? Demək ki, mənə bunu bir malzəmə, bir vasitə olaraq verdi. Fakirləri, yoxsulları, məhrumları və yetimləri mənə zimmətlədi. Mən onlardan məsulam. Ayət-i kərimədə buyurulur, sənə nəyi infaq edəcəklərini soruşurlar. Ulil afl. De ki, ehtiyacdan artırına. Bəqərə surəsi 219-cu ayət. Cömertlik nədir? Cömertlik imanın meyvəsidir. Cənnətdən uzanan bir budaqdır. İman toxumu əkildiyi qəlbdə mərhəmət meyvəsini verir. Mərhəmətin ən mühüm təzahürü də başqalarının məhrumiyyətini telafi üçün, ortadan qaldırmaq üçün bütün imkanlarıyla möhtaçların yardımına tələsməkdir. Yəni, Allahın ehsan etdiyi neymətləri ondan məhrum olanlara infaq etməkdir. Ondan məhrum olanlara verə bilmək. Bütün məxluqat bizə əmanət. Qapımızdakı pişikdən, itdən məsulluq. Hətta Füday bin İyaz Rəhmətullahi Həzrətləri deyir ki, əgər bir qul yaxşılıq və ehsanların hər şəklini etsə də, sahib olduğu toyuğu ehmal etsə, muhsinlərdən yazılmaz. Mən əhəmiyyətli bir iş görürəm, namazın vaxtıdır. Heyvanı orada ac qoyursansa, muhsinlərdən, yəni ehsan sahiblərdən yazılmırsan. Biz qapıdakı pişikdən də, itdən də, heyvandan da məsulluq, soruşulacaq. Onlara necə davranır? Resulullah sallallahu aleyhi ve sellem'in devrində dəvənin birisi iki gözündən yaş axmaqdan iz düşmüş. Resulullah sallallahu aleyhi ve sellem'e baxdı, hal diliyle dərdini anlattı. Allah Resulü dedi ki, bu dəvənin sahibi kim? Genç yaxınlaşdı, dedi ki, mənəm ya Resulullah. Bu dəvə səni şikayət etdi mənə deyil. Ac buraxırsan və çox çalışdırırsan. Dilsiz, ağılsız heyvanların hüququna riayət etməkdə Allahdan qorxun dedi. Mərhəmət. Resulullah sallallahu aleyhi ve sellem Efendimiz bir gün nəfsin qudrət əlində olan Allaha and içirəm ki, bir-birinizə mərhəmət etmədiyiniz müddətcə cənnətə girə bilməzsiniz buyurmuşlar. Əshab-ı kiram, ya Resulullah, hamımız mərhəmətli dedilər. Allah Resulü sallallahu aleyhi ve sellem belə bir izah verdi. Mənim qəsd etdiyim mərhəmət sizin anladığınız şəkildə yalnızca bir-birinizə olan mərhəmət deyildir. Əksinə, bütün məxluqata şamil olan mərhəmətdir. Bəli, bütün məxluqata şamil mərhəmət. Yəni, vaxtında bir dipçəyə, evdəki dipçəyə suyun tökülməsi də mərhəmət təzahürüdür. Sən ürəyin istədiyi zaman fincanı doldurub su ilə susuzluğu gidərirsən. Və dipçədəki gün, o da bir mərhəmət təzahürüdür. Onun da bir canı var. Ağacı heyvanlarına yarpaq tökən bədəvi ağaca sərt davrandığı üçün Allah Resulü deyir ki, o ağacı o şəkildə vurub incitməkdənsə, yavaşca silkələsən, olğunlaşmış, o saralmış yarpaqlar tökülsə, heyvanlara yedilsən, olmazmı deyir. Ağaca belə çobuk davranmalı, sərt davranmalı Allah Resulü nəzakətsizlik qəbul edir, mərhəmətsizlik qəbul edir.